Salam əziz YouTube seyirciləri, xoş gördük sizləri. Bu gün mən sizə tutuquşu haqqında bilmədiyinizin ikinci hissəsini təqdim edəcəm. Belə ki, bu video əlbəttə yenə də tutuquşular haqqında olacaq da tutuquşulardan bəhs edəcək. Bu videoda sizə tutuquşuların nə ilə qidalandığını, neçə yaşda tanışa biləcəklərini, neçə ilədək yaşadıqları, neçə yaşa kimi yumurta qoya bilmələri və s. kimi məlumatları verəcəyik. Əlbəttə birinci tutuquşuların nə ilə qidalandığını sizə söyləyəcəm. Tutuquşular əlbəttə arpa ilə qidalanırlar. Ona arpa verməyiniz daha yaxşı olar. Bundan başqa siz ona mel, yəni təbaşir də verməlisiniz. Yəni dimdiyindən yana. Həmçində ki, onlara duz vermək lazımdır və böyük duzlar olur. Onlara vermək lazımdır ki, dimdikləri bərkisin. Daha sonraki sualımız belədir ki, neçə yaşda danışa biləcəklər? Yəni bunlar daha çox, yəni bizim ilk videomuzda bu sualları daha çox verirsiniz, təkrarsızlığa yol vermirsiniz. Yəni bəzənləri cavablandırırdıq, digərlərini cavablandıra bilmirdik. Ondan yana da biz belə video düzəltməyi qərara aldıq. Neçə yaşa qədər danışa bilirlər? Tutuquşuları əsasən tez yaşda danışdırmaq lazımdır. 6 aylığından etibarən danışdırmaq daha uyğundur. Ən çox yaşıl rəngdə tutuquşular, yəni belə tutulur. Yəni bu balaca yaşıl rəngdə tutuquşular kimlərdən. Yəni danışdırmaq onları daha asan. Digərlərini də danışdırmaq olur. Lakin fikir vermişsinizsə həmişə belə yaşıllı tutuquşular daha tez danışacaqdır. Lakin yaşlı ikən də öyrətmək olar, lakin sözü az öyrədə bilərsiniz və çox çətin olacaqdır. Neçə ilə qədər yaşayırlar? Tutuquşular ortalama hesab ilə 15 il yaşayırlar. Lakin bu sizin onlara necə baxmağınızdan asılıdır. Daha sonra neçə yaşa kimi yumurta qoya bilmələrini sizə söyləyəcəm. Neçə yaşa kimi deməli, bu yaş dövrü 6 aylıqdan başlayır, 3 yaşa kimi onlar yumurta qoya bilərlər. Yəni 4 yaşında falan bu mümkün deyil. Bundan əlavə sizə söyləyə bilərəm ki, tutuquşular necə? Yəni çoxu söylüyordu ki, mən bunları necə xəstəlikdən qoruyum, nə edim? Bunun da yolu asandır. 3 dənə yəni tutuquşuların 3 böyük düşməni var. Ən birincisi, ən böyüyü soyuq dəymə, yəni külək. Ən birinci düşmənləri odur. Daha sonra onlara çörək verməyiniz. Çörək verməyin özü də onlara pis təsir edir. Daha sonra üçüncü isə əslində üçüncü yoxdur. Lakin tutuquşuların, yəni bu həmçində çörək verməyin. Heç vaxt çörək verməyin. İkinci yəni bu idi. Üçüncü çörək yeyən kimi onlar o dəqiqə öləcəkdir. Bəli, əziz dəyərli YouTube izləyiciləri, bu günlük də bu qədər, yəni bu videomdan da bu qədər. Çalışdığım qədər sizə kömək etmək. Yəni ki, kömək etmək istədim. Yəni salamat qalın. Gələn videolarda inşallah qismət olsa görüşərik. Nə sualınız varsa komment kimi yazın, tezliklə cavablandıracağıq. Sağ olun.